Oxan olmaz. Reis icazə vermir. Mənə bax ay çənə, uşağı neynəmişsən? Hani mənim ələbbasım? Sakit olun vətəndaş Məsmə xala. Sizin nəvəniz cinayətkardır. Patonlar, bura bax, budur sənə deyirəm. Nə qədər ki, mən buraları dağıtmamışam. Od vurub odlamamışam. İnan ki, yandıram aləmi. Qətər mənim uşağımı. Hadi bir de görüm ki, hansı kanunda, hansı kitabda yazılıb ki, adamı yuxu üstündə türməyə bassınlar. O baxır yuxuya. Ay Məsmə xala, niyə narahat olursan? Çok ince bir mesele var. Bu saat əllərisində bırakacaq çıxıb gedəcək də. Hadi xəlilsən, zəlisən, məlisən, bilmirəm. Mənim balamı sən tutub getirmişsən bura. Budur sənə deyirəm, mənim uşağımın başından bir dənə tük əskik olsa, sənin o tülkü gözlərinin bebeklərini, ikisini bir deşikdən çıxartlarım. Vallahi bizlik dör Məsmə xala. Billah bizlik dör, vallah bizlik dör. Özünü keç şanına ikişərmədinən o sayı bırakacaq, qanacaqlar. Doğrudan deyirsən, Bəli. malades sənə. Bir dənə kişi varsa o da sənsin, Buyur. malades. Kənar, mənim xəbərim yoxdur ya. Olmaz ay xala. İtir yana, çekilli fərə, çekil deyirəm sənə. Ne istiyorsunuz benden? Ne vermiş alabilmişsiniz bizden? Kudurmuşsunuz? Yuxu görmek qadağandır be ya. Qaytar benim balamı. Qaytar benim tipilimi. Kudurmuşsunuz siz. Bazardan yığırsınız. Su çekenden pul alırsınız. Ev tikenden pul alırsınız. Ne istiyorsan? Azlık ediyorsunuz ha? Ha? Danışıqla fikir verməz var. Sənin nəvən cinayətkardır. Cinayət məcəlləsinin 117-ci maddəsinə əsasən ona iş açılacaq. Yaşım balam, yuxu görməklə vaxtdan cinayet olur. Ney, bundan sonra yuxu görəndə gəlib sizdən icazə alarıq. Budur sənə deyirəm. Qeytər mənim ələbbasımı. Yoxsa bir qab nöğüt töküb səni idarəni yandırıb külə döndərərəm. Yandırarsan sən də gedərsən nəvənin yanına. Ha. Tapıldı. Kaçırsan veya... Kızım da sana okşayayım da. Gözle biraz. Mansurov. O Məsmə arvadın yetimçesini bırak geçsin. Nəvəmə deyinən ki, bir de bundan sonra her ağlına gelen şeyi yuxuda görməsin. Baş üstüne çarlıyım. Bundan sonra yuxu görmək üçün qəbulva yazılarıq.